Yaradılış 42-ci fəsil. Yusifin qardaşları Misirə gedir. Yaqub öyrəndi ki, Misirdə taxıl var. O öz oğullarına dedi, "Ne üçün bir-birinizə baxırsınız?" Yenə dedi, "Mən eşitdim ki, Misirdə taxıl var. Gedib oradan bizim üçün taxıl alın ki, ölməyib yaşayaq." Yusifin 10 qardaşı taxıl almaq üçün Misirə getdi. Amma Yaqub Yusifin qardaşı Binyamini qardaşları ilə birgə göndərmədi. Çünki fikirləşirdi ki, onun başına bir fəlakət gələ bilər. Taxıl almağa gələnlər arasında İsrailin oğulları da var idi. Çünki Kənan torpağında da aclıq hökm sürürdü. Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə elədilər. Yusif qardaşlarını görüb tanıdı. Amma onlarla yad adam kimi rəftar eləyərək sərt danışdı. Yusif onlardan soruşdu, "Hardan gəlirsiniz?" Onlar dedilər, "Ərzaq almaq üçün Kənan torpağından gəlirik." Yusif qardaşlarını tanıdı, amma onlar Yusifi tanımadılar. Yusif qardaşları barədə gördüyü yuxuları xatırlayıb onlara dedi, "Siz casussuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz." Qardaşları ona dedilər, "Xeyr ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər. Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların cəsus deyil." Amma Yusif onlara dedi, "Xeyr, siz ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz." Onlar dedilər, "Biz qulların 12 qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır. Bir qardaşımız isə yoxa çıxıb." Yusif onlara dedi, "Hər şey mənim dediyim kimidir. Siz casussuz. Amma mən sizi belə yoxlayacağam. Fironun canına and olsun ki, kiçik qardaşınız buraya gəlməsə, siz buradan gedə bilməyəcəksiniz. Aranızdan bir nəfəri göndərin ki, qardaşınızı gətirsin. Siz isə burada saxlanacaqsınız. Onda sizin düz deyib demədiyiniz bilinəcək. Yoxsa Fironun canına and olsun ki, siz casussuz." Yusif 3 gün onları zindanda saxladı. 3-cü gün Yusif onlara dedi, "Dediyimə əməl eləyib canınızı qurtarın, çünki mən Allahdan qorxuram. Əgər siz təmiz adamsızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın. Siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın. Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız." Qardaşlar belə də elədilər. Onlar bir-birlərinə dedilər, "Doğrudan da biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, amma ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi." Ruven onlara belə cavab verdi, "Mən demədimmi uşağa pislik eləməyin, lakin siz mənə qulaq asmadınız. İndisi onun qanına görə cəza çəkirik." Qardaşları Yusifin onları başa düşdüyünü bilmirdilər. Çünki onlar tərcüməçi vasitəsilə danışırdılar. Yusif onların yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət elədi. Aralarından Şimeyonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı. Yusif əmr elədi ki, onların çuvalları taxılla doldurulsun. Hər birinin verdiyi pul da öz çuvalına qoyulsun və onlara yol üçün azuqə verilsin. Belə də edildi. Qardaşlar taxıllarını eşşəklərinin belinə yükləyib oradan getdilər. Onlardan biri gecələdiyi yerdə eşşəyinə yem vermək üçün çuvalını açanda öz pulunu gördü. Pul çuvalın ağzında idi. O qardaşlarına dedi, "Pulum özümə qaytarılıb, budur. O çuvalımın içindədir." Qardaşların ürəyi həyəcana düşdü və onlar qorxa-qorxa bir-birlərinə dedilər, "Allah bizim başımıza nə iş gətirdi?" Onlar Kənan torpağına, ataları Yaqubun yanına gəldilər və başlarına gələn bütün hadisələri ona danışıb dedilər. "O ölkənin başçısı olan adam bizlə sərt danışdı. Bizi ölkəyə gələn casuslar hesab elədi. Ona dedik, biz təmiz adamlarıq, casus deyilik. Biz bir atanın oğulları 12 qardaşıq. Bir qardaşımız yoxa çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır. O ölkənin başçısı olan adam bizə dedi, "Sizin təmiz adam olduğunuzu bundan biləcəyəm. Qardaşlarınızdan birini yanımda qoyub ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl götürərək gedin. Sonra kiçik qardaşınızı yanıma gətirin. O zaman sizin casus deyil, təmiz adam olduğunuzu biləcəyəm. Onda qardaşınızı sizə təhvil verəcəyəm və ölkədə alver eləyə bilərsiniz."
Qardaşlar çuvallarını boşaldarkən gördülər ki, hər kəsin çuvalında pul kisəsi var. Özləri və onların atası pul kisələrini görəndə qorxdular. Ataları Yaqub onlara dedi: "Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeyon yox, Binyamini də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək istəyirsiniz." Ruven atasına belə dedi: "Əgər onu sənin yanına gətirməsəm, 2 oğlumu öldürərsən. Onu mənim ixtiyarıma ver, mən də onu qaytarıb yanına gətirəcəyəm." Yaqub dedi: "Oğlum sizinlə getməyəcək. Çünki onun qardaşı ölüb və o tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz."